təhsil tələbəti kimi ayrıca təşəkkürlər etmək istəyirəm. Yaşar müəllimə də. Tədbir çox maraqlı keçdi. Sualları da hamısını cavablandırdılar. Yaxşı məsləhətlər aldıq. Bugünkü tədbirdə Almaniyada təhsil almaq barədə öyrəndiyim, çox şadam. Yaşar müəllimə və Ali Təhsil Mərkəzinə təşəkkür edirəm bu tədbiri keçirtməyinə görə. Bugün çox maraqlı söhbət keçdi. Necə təzə və maraqlı ixtisaslar var bu dünyada. Mən çox şey öyrəndim. Çox təşəkkür edirəm Ali Təhsil Mərkəzinə. Bugünkü görüşə mən böyük maraqla, həvəslə gəlmişdim və deyərim ki, mənim gözləntilərim həqiqətən çox böyük oldu. Mən həddindən artıq çox məlumat aldım. Yaşar müəllim Musayevin belə bu qədər zəngin həyatı olmağını heç gözləmirdim, açığını desə. Amma tələbələr üçün bir yaxşı bir misal kimi, nümunə kimi olmağından çox sevindim. Elə suallardan da görürük ki, tələbələrin daha çox sualları var. Mənə elə gəlir ki, çoxlu daha vacib suallara Yaşar müəllim tamamilə yaxşı məlumatlar verdi. Mən Yaşar müəllimə təşəkkürümü ona görə bildirirəm ki, mən özüm bir mütəxəssis, ömür boyu Almaniyadan işləyən bir mütəxəssis kimi yeni məlumatlar, yeni daha zəngin məlumatlar aldım və buna görə mən çox məmnun oldum. Mərkəzə çox sağ olun, belə bir görüş təşkil etməyindən İnara xanımı da təşəkkürümü bildirirəm və mən artıq bilirəm ki, harada yeni görüşlər olacaq, mən oradayam sizinlə. Təşəkkür edirəm.